Bugün imtahan verib gəlmişəm. Bugünkü imtahanla bağlı danışmaq istədiyim mövzular var. Əvvəlcə onu demək istəyirəm ki, bu videonu istədiyiniz kimi paylaşa bilərsiniz. Öz lehinizə təbii ki də paylaşa bilərsiniz. Bəlkə bizim səsimizə eşidərlər və bu hala, bu situasiyaya normal şəkildə yanaşarlar. Əvvəlcə onu demək istəyirəm ki, imtahan çətindən çətin deyildi, asandan da asan deyildi. Bəli, yaza biləcəyimiz suallar da var idi, yaza bilməyəcəyimiz suallar da var idi normal olaraq. Çünki imtahan sualları bu şəkildə hazırlanır. Yəni hər səviyyə nəzərə alınaraq hazırlanır. Amma problem nələrdə idi? Onu demək istəyirəm ki, mən Azərbaycan dili və ingilis dili biliyimə arxalanaraq getmişdim o imtahana. 250+ balı toplayacağıma inanaraq getmişdim o imtahana. Normalda OTK sınaqlarından deyirlər ki, OTK sınaqlarından 20-30 bal çox toplayırsınız. Amma mən düşünürəm ki, bu imtahanda OTK-lardan 20-30 bal az toplayacağıq. Sonuncu OTK sınavından 230 bal toplamışdım. Amma imtahanda deyəsən, yenə deyirəm, OTK-lardan az yığacağıq mı? Nədir? Biz çoxmu dilləndik, OTK çox çətin olur, OTK çox çətin olur deyə, çoxmu danışdıq deyə imtahanı gətirib belə saldılar. Bir də onu demək istəyirəm, 2019-2025-ci il aralıqlarındakı imtahan sualları ilə nə dərəcədə oxşuyur? Yenə deyirəm, mən imtahana başdan sona çətin demirəm. Amma 2019 və 25 aralığındakı suallarla mətnlərlə əlaqəsi yoxdur. Rahat suallar var idi, çətin suallar var idi, amma çox düşündürücü. Baxın, asan suallar həddindən artıq asandır. Çətin suallar çətindir, çox çətindir. Yəni bilirsiniz necədir? Mən saatlarla oturub, rahat şəkildə saatlarla oturub yazacağım bir kitabçayda bir suallar toplusuydu, amma rahat şəkildə. O imtahan stresi, o həyəcan, o an, o nəzarətçi, o uşaqlar, o ortam, parta cırıldayır. Sən listeningi ümumən eşitmədim. Mən yəni 6 dənə sualı 0. 6 sualım açığım, batdı. Amma normalda mən ingilis dili hazırlığında listeningdən 6 yazıram və bunu əminliklə deyə bilərəm. Mənim ingilis dili müəllimim də tanınmış, yəni bir nömrəli müəllimdir. Mən ona arxalanaraq getmişəm ki, bilirdim. İngilis dilindən yaxşıyam, yaxşı da yazacağam. Buna əsasən getmişdim. Amma mənim ingilis dilim bilirsiniz nə gəlir? Heç nə oxumamışam kimi. Nəyə yanıram? Yanmaram, pis olmaram, danışmaram, susaram, o vaxt yerimdə oturaram ki, mən oxumaram. Yəni necə ola bilər ki, gecəsini gündüzünə qatıb oxuyan uşaqlar gedib imtahanda belə bir halla rastlaşarlar? Sizcə bu ədalətlimi prosesdir? Deyirəm, suallara çətin demirəm. Suallar vaxta uyğun deyildi. Bizim 3 saat vaxtımız var. Hər fəndə 1 saat vaxtımız. Kodlaşdırmanı da nəzərə alsaq, yarım saatda oradan çıxsaq, yeri böyük bir vaxt qalmır. Bugün imtahanda 40 dəqiqə listeningə vaxtımız gedib. Düz 40 dəqiqə. Bəli, təsəvvür edə bilirsiniz. 40 dəqiqəyə bir fənni bitirmək olar. Bir fənni. Amma mən 6 sual, həm də 0 yazdığım 6 sual üçün 40 dəqiqəmi itirdim. Və bu mənə nə qədər mənfisi oldu, siz düşünün. Deyəcək çox sözüm var, amma səsim hara kimi çatacaq onu bilmirəm. Lakin bir söz demək istəyirəm, böyük haqsızlıq idi, böyük ədalətsizlik idi. Ümid edirəm bizə tək yaxşı olaraq balları aşağı salarlar və təbii ki də yerdən oturub suallar çox asan idi, hər şeyi yaza bildim deyən insanlara yeni anlamayacağam. Yəni elə bir şərh yazmaq fikrinə düşəcəksinizsə, yazmayın, qəbul eləmirəm. Həqiqətən də çünki mən də baxırdım ki, keçən ilki 2019 yenə 25 aralığında suallar işləmişəm və onları evdə oturub işləmək həqiqətən çox asandır. Məktəbdə müəllimin yanında hazırlıqda işləmək yenə deyirəm, çox asandır. Problem deyil onlar. O həyəcan, o stres, orada yaşadığımız problemlər, bunlara düşünün. Orada yaşayacaqlarımız təsir edir yazdıqlarımıza. Düşünün ki, mən bildiyim şeyləri ağlaya-ağlaya, təsəvvür edin, gözümdən yaş gəlir, kitabçaya düşür gözümün yaşı və o formada yazıram. Yəni necə başa salım bilmirəm. Bəzi storimdə bəzi paylaşımlar yerləşdirmişəm. Onlar da mənim öz sözlərim deyil, müəllimlərin sözləridir. Müəllim statuslarından götürmüşəm, elə paylaşmışam. Onlar da nəzərə alın.